Dostlar, vətəndaşların müraciəti haqqında qanunda qeyd olunur ki, vətəndaşın öz müraciət hüququnu həyata keçirməsi digər şəxslərin hüquqlarını və azadlıqlarını pozmamalıdır. Gəlin nümunələrə baxaq. Təsəvvür edin ki, binada yaşayan bir vətəndaş qonşusu digər vətəndaşı mənzildə apardığı təmirdən və səs-küydən narazıdır və bununla bağlı həmin vətəndaş A deyək buna, vətəndaş A dövlət orqanlarına rəsmi şikayət yaza bilər. Düzdürmü? Belə bir hüququ var. Ərizəsində səsin normadan artıq olduğunu və təmirin icazəsiz aparıldığını yoxlamağı tələb edə bilər. Burada hüquq pozuntusu budur ki, həmin vətəndaş A öz ərizəsində məsələnin mahiyyətindən, yəni səs-küydən kənara çıxaraq, əgərləri ərizəsində böhtan və təhqir olarsa, yəni vətəndaş B-ni təhqir edən ifadələr işlədirsə, məsələn, əxlaqsızdır, oğrudur və yaxud da ki, sübutu olmadan onu cinayətdə ittiham edərsə, bu zamanları o artıq həmin vətəndaş B-nin hüquq və azadlığını pozur. Və burada şəxsi həyatın toxunulmazlığı var. Əgər sübut kimi vətəndaşın, yəni vətəndaş B-nin evinə gizli kamera quraşdıraraq çəkdiyi görüntüləri və yaxud da ki, onun ailə sirri sayılan məlumatları ərizəyə əlavə edirsə, bu da həmin vətəndaş B-nin hüquq və azadlıqlarının pozulmasıdır. Bu halda vətəndaş A öz hüququnu həyata keçirərkən vətəndaş B-nin konstitusiyon hüquqlarını pozmuş olur. Burada iki konstitusiyon hüquq var. Bir, şərəf və ləyaqətin müdafiəsidir və ikinci olaraq şəxsi toxunulmazlıq hüququdur. İzlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun.